Yəni bir həmlədə bir günün içində 30.000 adam 3 dollardan pul göndərdi 90.000 İngiltərəyə. Bir gün içində. Yəni o lazımdır, bu lazım niyə Qurbana mı? Ay adam qurbana mı? Bəli, bir gün içində. Özdə adamlar hamı mənə zəng vurur, şikayət edir ki, sən niyə onu istəyirsən? Deyirəm, pis demirəm. Mən sadə bir dənə sual verirəm. Qabil, sənin Unibankda kartın ola bilər ya Kapital Bankda? Həyatı boyu gidərlər o adamı. Qış necə pula yığılır? Heç kim də o pula dəymir. Bura mən kart qoyum tutaq ki, Unibank Kapital. Dağıdarlar, o hesabı da bankı da dağıdarlar. Hala o kart kimin də onda dağıdarlar. Bir də Erman bəy bir şey deyim sizə. Adamın 7 dənə kompüteri var. Dedi ki, kompüter xarab olub bir kompüter almaq lazımdır. Baxa, Erman bəy akşam efirə bitirdi, səhər gecə ilə 22.000 funt sterling pul yığıldı. Hələ narazı idi ki, 1500 vergi tutuqlar. 1500. Yəni 21.000 yarım qalıbdı da deyək. Vergini nətər tuturlar? Bir dənə o mənə başa sal. Bu ki Azərbaycan nömrəsinə yığılır. Azərbaycan bankına yığılıb. Kim vergi tutur? Abi orada indi Britaniya yəqin Vestlerlə göndərənlər olub hansısa platformalardan. Oradan vergi tutuklar yəqin. Bəlkə də yalan deyil. Bəlkə də siz düz deyirsiniz. Bəlkə də yalan deyil. Bakının bankına yığılıb. Unibank deyil, VTB deyil. Mən bilirəm də hansı banklardır. Kapital Bank deyil, Unibank deyil, bir də BTB Bank deyil. Rusiyanındır, İranla şərikdir o bank. Hamısı Bakıya gedir pul. Bəy, baxın. Hər neysə bu söhbəti burada yekunlaşdıraq. 9 saata 22.000 funt sterling yığıldı. Yəni hazır 30.000 euroya yaxın pul yığıldı. Amma o 22.000 funt sterling, yəni 30.000, onun yarısı belə. 9 ildə mənə yığılmayıb. Amma 9 saata Qurban Məmmədova yığıldı. Qurban kimdə? O prezident olamı ya onun hansısa bir dəstəklədiyi adam prezident olar? Qələt eləyirəm mən ona yerdə. Kimdə o? Sadəcə. Bilirsiniz nədir? Deyil nədir? Babasını deyil, mən bir də deməyəcəm. Erman bəy, sadəcə stavka qoyan sponsorlar. Onun sponsorları Naxçıvanlardır, klandır. Naxçıvan klanı. Sponsordur, pul buraxanları. O birisi ABA TV rəhbəri Mehribanın, DTX-nın klanıdır. Sponsorudur. Onlar sponsorluq edir. Əvvəllər bu Qənimət Bəyzad əvvəl sponsorlar var idi də, o Turan TV-yazda, indi onlar da çəkilir. Yəni mənim də sponsorlarım var, örükçülər, subaqçılar, çayçılar, pensionerlər. O da nə qədər? 7 nəfər, ya 7 ya 8 nəfər. Mənim də sponsorlarım bunlar. Başa düşürsünüz? İndi mən sağ prezident olanda bir anlasını, bir nəmli matasını şeylədiyim gəlib mənə deməsin ki, mənə sərmayə qoymaq istəyirəm, nə bilim iş görmək istəyirəm, nə bilim nə eləmək istəyirəm, mənə devlət dəstəyi və mənə şərait yarat. İnan Allaha deyirəm, onun hər şeyini əlindən alıb xalqa verəcəyəm. Bax necə ki bu gün, bax Paşinyan elədim, indi mən 2 ölkədən deyəcəm, bir Avropa ölkəsindən deyəcəm, bir postsovet məkandan. Qardaşlar, Macarıstanın prezidenti Viktor Orban bütün varların, vəzirlərin hər şeyini alıb kasılara verirmi? Özünü, kasılar edəndə partiyasını onu dəstəkləyənlərə verir. Görür. O birisi, Paşinyan, Sarkisyanın, Kaçaryan, Petrosyan, hamısının əlindən məhkəmə ilə zaten aldı, devlətə verdi mi, kasılara verdi mi? Bax, mən də, ölkə daxilində, ölkə xaricində, nə qədər zəncin adam varsa, nə qədər pullu adam varsa, hamısının hər şeyini alıb, xalqa, millətə, kasılara verəcəm. Eləməsəm oğraşam. Kiməsə acısam oğraşam. Acıyaram kimə toxunmaram. Adını bilmədiyim bir adam var, mənə çox kömək eləyib zamanında ona. İndi səsi çıxmasa da. Bir də İlqar Hacıyev. 2-3 dəfə kömək eləyib, o zaten SSR vaxtından milyonçu. Belə adamlara 1-2-3 nəfər belə adam ola bilər. Rüşvətxorluq, oğurluq. Razısınızmı dostlar məndən? Ay kişi, ay kasılar, mən sizin adamınızam. Razısınızmı məndən? Hoşunuza gəlirmi mənim dediyim? Ya düz yazın ya da səhv yazın. Cəmaatı bir dəfə oğurlayıb ya bir dəfə kimisə dalını əlləyib ya bir dəfə neynəyib, eləyib də. Ay kişi. 15 adamın bir vardırsam o birisilər dərsini alır. Bilmirsiniz, biz qılınc müsülmanıyıq. Tabii tek bize ait öyle o. Çin'de neyniyirlər? Çin'in hökmü olayı. Korrupsiyonerləri Çin'de hökmü verirlər 5 ildən sonra. 5 il, ne deyirlər ona? Xərçəng kimi yeriyirlər yerdə. Mən onların videolarına baxmışam, dokumental kronik. Deyir, niyə hökmü verəndən sonra deyir, o əziyyət çəkir, gözləyir. Özdə korrupsiyanın bütün ailəsini, qaynanasını, qaynatasını, qayınları, hamısının əmlakı müsadirə edirlər. Ha. Özdə o deyəndə o fikir yaxşıdır, ifadə eləmək biraz. Onların pulunu alacağım yox. Onların korrupsiya yolu ilə əldə elədiyi xalqdan bütün əmlakı, xalqın əmlakıdır. Onlar torpaqlara bağlayıblar, bütün hər şeyin qiyməti qalxır. Niyə qalxır? Torpaqları alıblar, özəlləşdiriblər, heç də əkmirlər, heç də vermirlər. Sən Fransada onu edə bilərsən.